Salam, hörmətli izləyicilər, hörmətli müəllimlər. Bugün Dərsdinləmənin bugünkü buraxılışında tələbələr üçün, müəllim olmağı planlaşdıran tələbələr üçün aktual bir məsələyə toxunacağıq. Bugünkü qonağımız isə Azərbaycan Dillər Universitetinin İngilis dili müəllimliyi ixtisası üzrə təhsil alan 4-cü kurs tələbəsi Sumayə Əsgərli. Bəli, Xoş gəlmisən Sumayə xanım. xoş gördük. Sən burada tələbələri bir növ təmsil edirsən. Bu hazırki dövrdə siz daha çox praktikada, yəni pedaqoji təcrübə almaq üçün məktəblərdəsiniz. Aha, bəli. Bugünkü müzakirəmiz daha çox bu təcrübə müddətində qarşılaşdığınız çətinliklər, ümumiyyətlə suallarınız, sizi ümumiyyətlə qayğılandıran məsələləri bir müzakirə edəcəyik. İlk sualım belədir ki, ümumiyyətlə pedaqoji təcrübə, yəni praktikaya getmək sizin müəllim olub-olmamaqla bağlı fikrinizi dəyişdirdi, müsbətə doğru mu dəyişdirdi, yoxsa mənfiyə doğru dəyişdirdi, yoxsa heç bir dəyişiklik olmadı? Ümumiyyətlə təəssüratlarınız necədir bu praktikada? Əslində bir çox tələbə kimi mən də öz istədiyim ixtisas üzrə davam etdirməmişəm. Universitetə qəbul olarkən ailəm sayəsində bu yönə yönəlmişəm. Amma birinci kursdan bəri müəllimlik sahəsində artıq təcrübə qazanmağı əldə etməyə çalışmışam və istər evdə olsun, istər kurslarda olsun, müəllim kimi fəaliyyət göstərmişəm və həmçinin məncə praktikada necə deyərlər, bunun üçün böyük dəstək olur müəllimlərimizə. Həmçinin bu müəllim sahəsi üzrə getmək istəyənlərə də çox gözəl dəstək verici bir düşünülmüş tədbirdir. Belə ki, əslində bəzən fikirləşirlər ki, praktika sadəcə nəzəri biliklərin praktikaya tökülmə mərhələsidir. Əslində ki, bu belə deyil. Müəllimlik sahəsi üzrə daha çox bu sinifin idarə etməsidir, metodist düşüncəsinin formalaşması kimi bir çox məqamların inkişaf etdirildiyi və öyrənildiyi bir prosesdir ki, onsuz da praktikaya gedəndə artıq mənim özüm də daxil tələbələrin bir çoxunun müəllimliklə bağlı düşüncəsi artıq olur və bir çox nəzəriyyə ilə tanış olurlar. Lakin praktikaya gəldikdə isə bəzən özlərinə inamsızlıq olur, bəzən necə deyərlər, mən bunu bacaracağamı və yaxud da suallar yaranmağa başlayır. Bəli, bəzi kiçik suallar suallar yaranır. Düşündüyüm müəllimlik budurmu? Bəli. Bu da onları istər-istəməz sinifin qarşısında daha sakit, daha özünə inamsız etməyə yönləndirir. Mən əslində ilk başda yenə də hələ də tam qərar verməmişdim müəllimlik olaraq davam elətdirmək istəyirəmmi, edəcəyəmmi. Lakin praktikada uşaqlarla, şagirdlərlə əlaqədə olduqca, onlarla ünsiyyətdə olduqca, qazandığım bilikləri onlara ötürdükcə və onlarla daim qarşılıqlı əlaqədə olduqca özüm də gördüm ki, mən həqiqətən də uşaqlarla və tələbələrlə ünsiyyət qurmağı çox sevirəm və hər hansı bir şagirdin həyatına toxunmağı da çox sevirəm. Bu da mənə çox böyük dəstək oldu. Yəni mən artıq praktika nəticəsində bu qərara gəldim ki, mən müəllimlik üzrə davam etmək istəyirəm. Yaxşı. Ümumiyyətlə bu praktikada bu sənin ola bilsin sənin başına gəlməsin, amma başqa tələbələrin qarşılaşdığı məqamlar ola bilər. Hansı arzulamadığınız, hansı narahat edici məqamlarla qarşılaşırsınız? Məsələn, bəzən ola bilər ki, çox praktika zamanı bir çox tələbə, mən daxil, bunu mən özüm də yaşamışam, qabaqcadan planlaşdırılmadan dərs keçmək istəyirlər və bu da istər-istəməz olunan yanlışlıqlar olur. Orada dərs müddətində baş verən planlanmamış hər bir mövzu üzrə nə edəcəyinizi bilmirsiniz. Bəli, nə edəcəyimizi bilmirik. O da həm vaxtın idarə edilməsinə düzgün gətirib çıxara bilmir, həm də ki, istər-istəməz bəzi məqamlarda yanlış məlumatlar ötürmək kimi bir yanlışlıqlar ola bilər və bu zaman həmən dəqiqə tələbə özünü itirir və necə hərəkət edəcəyini bilmir. Bu da artıq şagirdlər qarşısında yaxşı bir təəssürat yaratmır və artıq onların da motivasiyası yetəri qədər qaydasında olmur və get-gedə azalmağa başlayır bu prosesdə. Ona görə yəni belə bir problem. Tələbə yoldaşlarım varmı ki, praktikaya gedəndən sonra desin ki, müəllimlik mənlik deyil. Bəli, olur. Səbəb nədir yəni? Səbəb çünki universitet ili boyunca əslində bizi bir çox necə deyirlər,
təcrübə qazanmağımız üçün əslində bir çox sahə olur. Bunlar da könüllülükdür, və yaxud da başqa Universitet sahələrdir. daxili layihələr Bəli, falan. layihələr, planlar olur. Və bir çox şagird, tələbə özünü bu yöndə inkişaf elətdirmir və onlar əslində müəllimlik bildiyimiz kimi qarşılıqlı ünsiyyətdir. Yəni daim tələbə olsun, valideyn olsun, bir müəllim olsun, kolleqalarımızla ünsiyyətdə oluruq və əslində bir sosial bir peşədir və cəmiyyət üçün önəmli bir peşədir və bu peşədə də inkişaf etmək üçün daim özünüzü inkişaf elətdirməlisiniz və tələbələr fikirləşir ki, mən 4 il oxuduğum universitet daxilində keçirilən dərslər mənim üçün yetəri qədərdir. Mən bununla da kifayətlənirəm və artıq əla biliklər əldə etmişəm. Əslində bu belə deyil və buna görə də bir çoxu praktika zamanı real mühitdə artıq görürlər ki, yox, əldə edilən məlumatlar kifayət qədər deyil, daha da özlərini inkişaf etdirməliydilər və yaxud da bir çox tələbə bu yönə istəmədən gəlir, istəmədən müəllimlik peşəsi üzrə irəliləmək istəyir və sonra praktika zamanı necə ki mən müəllim olmaq qərarına gəlirəm, bir çox tələbə də artıq bu peşənin onlara uyğun olmadığını düşünür. Bura qədər ümumiləşdirsə, bir də başa düşmək olar ki, tələbələrin, az öncə qeyd elədin, sən daxil, tələbələrin əksəriyyəti müəllim olmaq üçün oxumur bu sənəti. Bəli. Sadəcə universitetdən kənarda, yəni diplom olsun, ali təhsil alım, ikinci il kimdir hazırlaşıb hədəfinə doğru gedən bir ixtisas oxuyar. Bu yanaşma ilə bu bir sıxıntımız, bu ayrı bir şey. Amma bunun düzəlmə ehtimalı var o halda ki, universitetdə siz müəllimliyin yaxşı tərəfini görüb, düşüncələrinizi dəyişib həqiqətən də müəllim ola bilərsiniz. Ki, bəzilərinizə dediniz, bunu edirsiniz. Yəni, bu düşüncə dəyişikliyi olur. Yaxşı, bəs getdiniz məktəbdə. Elə bir кейslər, elə bir hadisələr varmı ki, məsələn, sənin başına da gəlməyə bilər. Deyək ki, rəfiqənin və ya da qrup yoldaşının yaşadığı bir şey ola bilər. Hansı ki, getdiyiniz məktəbdə o təcrübə müddətində yaşananlar sizə mənfi təsir eləsin. Müəllimliklə bağlı düşüncələrinizə. Belə keyslər olubmu? Ola bilsin, orada getdiyiniz müəllim ola bilər, mühit ola bilər, şagirdlər ola bilər, məktəbin ab-havası ola bilər, fərq eləmir. Yəni, elə bir hal varmı ki, məsələn, görürsünüz, deyirsiniz, məyus olursunuz ki, yəni, məsələn, müəllim olmaq istəmərəm, və yaxud da çətindir müəllimlik kimi şeylər. Əslində, yəni, müəllimlik asan bir peşə olduğunu heç kim vurğulamır. Müəllimlik cəmiyyətə yeni bir insan, yeni bir şəxsiyyət formalaşdırmaq üçün çalışan peşəkar insanlardır və onlar hər daim cəmiyyət üçün faydalı insanlar yetişdirməlidirlər və onsuz da müəllimlik hər zaman çətin bir peşə olmuşdur. Lakin bəzən elə şeylərlə üzləşirik ki, bu bir çox tələbə üçün mən daxil motivasiya olaraq bizdə motivasiya düşkünlüyünə gətirib çıxarır. Məsələn, elə olsun bizdən yaşca böyük müəllimlərin bizə münasibəti olsun və yaxud da valideynlərin... O münasibət anlayışını biraz tam açıqlasın. Məsələn, bir çoxları fikirləşir ki, bəzən daha cavan müəllim gələ bilər və daha işində də yaxşı ola bilər və bizi buradan... Yəni, rahat ol. Yəni, biz işimizi əlimizdən itirə bilərik kimi düşüncələr olur. Əslində ki, bu belə deyil. Bildiyimiz kimi, Azərbaycan Respublikası daxilində bir çox məktəblər var. Bura sırf Bakı ərazisi ətrafında olan məktəblər yox, bir çox rayonlarımızda da məktəblər var. Hansı ki, oralara müəllim ehtiyacları daha çoxdur ki, çox üzrlü sayın sözü də keçirəm. Bu elə olmamalıdır ki, bizdən cavan kadrlar gələcək və bizim işimizi əlimizdən alacaqlar. Amma yəni, bəzən belə hallar ola bilər ki, yaşlı müəllimlər, gənc müəllimləri bir növ hansısa bir səbəbdən sizə motivə eləmirlər, həvəsləndirmirlər, belə deyək daha doğrusu. Sonra bu hansı formada təzahür edir? Yəni, neyinirlər də həvəsləndirirlər? Məsələn, ola bilər ki, tutalım ki, dərs müddətində, praktika müddətində
auditoriya qarşısında yanlış bir fikir irəli sürdünüz və Hı -hı. həmin şagirdlərin arasında sizi dayandırmağı, səhvinizi üzünüzə Hə. deməyi falan. Məsələn, mənim düşüncəm odur ki, mən özüm də hər zaman praktikant tələbələrdən, öz rəfiqələrimdən xahiş edirəm ki, gəlib mənim açıq dərslərimdə eləsinlər, mənim səhvlərim olduqca qeydlər aparsınlar, amma dərs sonunda bunu mənə bildirsinlər. Deyək ki, müəllimin praktikant dərs keçir, müəllimin dərs, məsələn, praktikant səhv edir. Bəli. Müəllim onu saxlayıb həmən dərsdə uşaqların içərisində bunu deməsi, təbii bu doğru hal deyil. Bəli. Mən praktika vaxtında belə bir halla qarşılaşdım və bir fikri yanlış səsləndirdim və müəllim məni dayandırıb, səhvimi uşaqların içində demək yerinə daha da məni yönləndirdi. Bəs siz düşünürsünüzmü belə başqa bir hallar da var falan kimi. Mən onda həqiqətən də müəllimlik sənətinə daha da bağlandım. Çünki mən istəməzdim ki, o an mənim səhvim orada hamının içində üzümə vurulsun və uşaqlarda da onların qarşısında istər-istəməz. Peki, təcrübə müddətində sizin ünsiyyətdə olduğunuz o sinifində dərs keçdiyiniz müəllim sizin bu peşəyə olan münasibətinizə ciddi şəkildə təsir edə bilir. Bəli, əlbəttə. Ya belə də döndərə bilər, belə də döndərə bilər. Biz hər zaman əlləşəndə, dərsdən kənarda, hər zaman tələbələrinə bunu qeyd edirik. Şəxsən mən çox sevinirəm ki, bizim praktikada olduğumuz bir çox yerlərdə bir problemimiz olan kimi müəllimlə bunu aça bilirik. Və məsələn, tutalım ki, bizim çatışmayan bir nöqtəmiz var. Biz müəllimlə bunu danışıb inkişaf elətdirə bilərik və yaxud da metodistlərimizlə danışıb bunu bildirib, bunu necə inkişaf elətdirə bilərik. Bu barədə məlumat ala bilirik. Amma bir çox təhsil yerlərdə var ki, orada müəllimlər daha çox kömək etmək yerinə biliklərini özlərinə saxlamaq kimi bir yanlışlığa yol verirlər. Bölüşmürlər biliklərini, elə mi? Bəs bu məktəblərin bu ekosistem, yəni bu mühit, məktəb mühiti sizi qane edirmi? Yəni ümumən mühit olaraq daha məsələn belə geniş deyə bilərsiniz. Məsələn deyək ki, sən sabah imtahan verdin, getdin hər hansı bir məktəbdə müəllim oldun. Ki, deyək ki, planın buna doğrudur da. Və sən indi təcrübəyə gedəndə o məktəbdəki ab-havanı görürsən, o müəllimlərin bir-birinə münasibəti, müəllimlərin şagirdə münasibəti, şagirdlərə, məktəb rəhbərliyinin müəllimlərə münasibəti, o bir ab-hava necə bir doğmalıqmı var, yoxsa bir çəkişməmi var, dəstəkləyici bir mühit varmı, sən bir problemin olanda bir nəfərin üstünə qaçıb, o daha təcrübəli bir müəllim üstünə qaçıb öz fikrini rahat bildirə bilirsənmi? O sənə qayğı göstərirmi, göstərərmi? Yəni, bu bütün hamısı məktəb mühitidir. Bu məktəb mühiti, ümumiyyətlə bu praktika müddətində necə düşünürsən? Məktəb mühiti sağlamdırmı, sizi dəstəkləyirmi? Sabah siz məktəbə gedib müəllim işləsəz, o mühitdə daha da çiçəklənərsiniz, yoxsa əriyərsiniz, yox olarsınız? Sual indi aydın oldu. Mən burada belə bir düşüncə irəli sürmək istəyirəm ki, biz ilk dəfə praktika üzrə, sinif məktəblər üzrə bölünəndə də hər bir məktəbin direktoru həmin praktikantları konfrans zalına yığmış və onlarla söhbətlər aparmışdır və hər bir şəraitdə yanlarında olduqlarına, dəstək olduqlarını bildirmişdi və hər bir problemdə əllərindən gələcək köməyi, dəstəyi göstərəcəklərini də bildirmişdilər. Məncə bu çox yaxşı bir addım idi. Çünki bəzən olur ki, tələbələrdə düzgün feedbacklər olmur, yəni o sahə barəsində düzgün anlayışlar olmur. Bu da onlarda ani ruh düşkünlüklərinə gətirib çıxara bilir və istər-istəməz bu prosesə düzgün adaptasiya ola bilmirlər və onlar əslində onlardan nə istəndiklərini bilmədikləri üçün nə də verəcəklərini bilmirlər. Yaxşı. Ümumiyyətlə belə bir qayğılarınız varmı ki, məsələn, onlar həll olunsa daha yaxşı, bu proses, praktika prosesi daha rahat olar? Mən istəyərdim ki, müəllimə əvvəlki kimi hörmət qoyulsun. Çünki bildiyimiz kimi bu dövrlərdə xəbərlərdən də görürük, bir çox hadisələr qarşımıza çıxır, üzləşirik. İstəyərdim ki, evdə hər bir valideyn, hər bir şəxs öz övladı ilə bu tərbiyə işini
tərbiyə işi keçirilsin və bu danışıqlar aparılsın. Müəllim həqiqətən də çox müqəddəs bir peşədir müəllimlik və mən həqiqətən də bu günə kimi öz ailəmdən də onu görmüşəm. Müəllimlərə yüksək dərəcədə hörmət göstərilir və onların sözü bir qızıl sözmüş, atalar sözüymüş kimi qələmə alınır əslində və hər zaman da onlar bizə düzgün yolu göstərirlər və şəxsiyyət yetişdirirlər. Bəzən bu səbəblərə görə valideyn müəllim əlaqələrinə görə müəllim özünü uşaqlarla düzgün münasibət qurmaya bilər. Məsələn, mən praktikada olduğum dövrdə bizdə tədbirlər oldu. Biz tədbirlərdə praktikant kimi daha da biliklər əldə etmək üçün onlarla birlikdə işlədik, onlara kömək dəstəyi olduq və mənim tələbələrimin hamısı qayıdıb mənə dedi ki, siz bizim müəllimlərimizdən daha çox yaxın oldunuz. Bu mənim üçün çox böyük bir həm utanc hissi keçirdim, həm də ki, bu peşənin artıq hansı dərəcədə keçdiyini, hansı dərəcədə Yəni uşaqlar sizə deyir ki, şagirdlər sizə deyir ki, siz bizim müəllimdən daha yaxşı bizə münasibət göstərdiniz. Bəli. Yəni mənim üzümə qayıdıb dedilər ki, bəs siz bu prosesdə axıra kimi bizim arxamızda dayandınız. Bütün müəllimlərimiz aradan çıxdı, amma siz yanımızda qaldınız. Bu mənə həm xoş təəssürat yaratdı ki, mən bir müəllim kimi, bir praktikant kimi onların həyatında bir rolum oldu, onlara dəstək ola bildim. Həm də biraz məyus oldum ki, bəs bu belə olmamalıydı. Əslində öz müəllimləri də mənimlə birlikdə onlara dəstək olmalı idi. Demək ki, müəllim şagirdə dəstək olmursa, o zaman o bayaq dediyin o hörmət məsələsində biraz axsayacaq. Həm şagirdin müəllimə hörməti, həm belə. Yaxşı. Mənə maraqlıdır. Məsələn, gənc bir 4-cü kurs tələbəsi olaraq sizin müəllimliklə bağlı düşüncəniz, yəni müəllim obrazı sizə görə necə olmalıdır? Yəni şey olaraq yox, yəni şablon olaraq yox. Yəni siz Sumaya xanıma görə müəllim necə olmalıdır? Mənim özümə maraqlıdır ki, gənc bir 4-cü kurs tələbəsinin düşüncəsində o obraz necə canlanır? Mən müəllimlik həmişə bu peşəyə yönəlmək istəməsəm də, həmişə bu peşəni çox sevmişəm və hər zaman da müəllimlərimə yüksək dərəcədə hörmət qoymuşam və mənim bir ideal olaraq özümə götürdüyüm müəllimlər var idi ki, hansı ki, gələcəkdə onların ən yaxşı xüsusiyyətlərini özümdə birləşdirmək istəyirdim. Məsələn, mənim fikrimcə müəllim nə çox sərt olmalıdır, nə də çox yumşaq olmalıdır. Yəni bayaq da qeyd elədik, müəllim-şagird əlaqəsi düzgün qurulmalıdır. Çünki bildiyimiz kimi dərs müddəti 45 dəqiqədən ibarət deyil. Təlim-tərbiyə 45 dəqiqədən ibarət deyil. Ondan fərqli olaraq şagirdin bir problemi olduqda sizə yaxınlaşa bilməlidir, sizinlə dərdlərini bölməlidir. Həmçinin başqa bir prosesdə də, məsələn, tədbirlər olsun, sizdən fikirlər ala bilərlər. Yəni hər zaman müəllim dəstəkləyici və təlim verici rolda olmalıdır. Mənə görə heç vaxt hər sualı cavablandıran, hər zaman şagirdlərin yanında olan, onları dəstəkləyən, onlar üçün ən yaxşı mühiti yarada bilən olmalıdır və həmçinin şagirdlərinin bilik və bacarıqlarını yaxşı qiymətləndirib dəyərləndirə bilən biri olmalıdır. Mənə görə hər bir şagird biliyi eyni dərəcədə qəbul edə bilməz və eyni dərəcədə yönləndirə bilməz və hər bir şagird eyni sahədə müəyyən bilik və bacarıqları eyni dərəcədə inkişaf etdirə bilməz. Tutalım ki, ingilis dili sahəsi üzrə hər bir şagird ingilis dilini mükəmməl bilməyə bilər, doğrudur. Biz bunu inkişaf etdirmək üçün təbii ki, əlimizdən gələni edirik. Amma məsələn, o şagirdin başqa bir bacarıqları var. Məsələn, başqa sahə üzrə çox yaxşıdır və o sahə üzrə inkişafını, həmçinin bu sahə üzrə necə inkişaf etdiririksə, o sahə üzrə də inkişaf etməyinə dəstək olmalıyıq, kömək olmalıyıq. Yəni görünməyən əslində bir növ görməliyik. Bir sual yaranır. Məsələn, o özünə ideal seçdiyi müəllimlər ki var. Bəli. Birdən onlar yanlış edib. O zaman sən onlardan bəhrələnib, onlar kimi müəllim olsan, sən də səhv etmiş olmazsanmı?
Əslində əgər mən bu səhvi görüb anlayıramsa və İşte o qədər onu ideal qəbul edirsən ki, həmin müəllimləri. aha, Məsələn, müasir dövrdə məsələn mənim müşahidələrim nəyi göstərir? E, Məsələn, mən müəllimlərin dəyişməsi ilə bağlı ciddi şübhələrim var. Təcrübəm onu deyir ki, müəllimlərin dəyişməsi çox çətindir. Səbəb odur ki, müəllimlər, bu qınamaq anlamında demirəm, günahlandırmaq anlamında da demirəm. Sadəcə müəllimlər necə müəllim olmaqla bağlı inkişafdansa, öz müəllimlərinin, onlara dərs keçən müəllimlərinin bir növ yamsılamasıdır, bir növ prototipidir. Yəni, məsələn, biz müəllimin funksiyası nədir, müəllim necə olmalıdır sorğusuna, sualına, bizə orta məktəbdə dərs keçən müəllimlərin, mən 20 il müəllim olsam da eyni şeydir. Məsələn, deyək ki, mən 20 ildir müəllim işləyirəm. Necə müəlliməm? Mən orta məktəbdə necə müəllim görmüşəmsə, həmən müəllimi özüm üçün daha dəyərli hesab elədiyim müəllimləri götürmüşəm. Bir növ onları yamsılayıram. Müəllimlik, yəni bu təcrübə də göstərir ki, universitet müəllim yetişdirməkdə universitetlərimiz axsayır. Bir mənalıdır. Hansı universitet olur olsun fərq eləmir. Bəzi universitetlər ümumiyyətlə, yəni ölüb sadəcə aparıb bastıran lazımdır, belə deyək. Deyək ki, təlimlər o qədər də keyfiyyətli deyil. Keyfiyyətli olsa belə müəllimin təcrübəsini və zehniyyətini, birinci zehniyyətini, sonra da onun təcrübəsini dəyişəcək düstur deyil, yəni həll yolu deyil. Təlimlər, universitet və s. Çox təəssüf ki, deyil. Təcrübə onu göstərir ki, hazırda müəllimlər özlərinin onlara orta məktəbdə dərs keçən müəllimlərinin sadəcə kopyasıdır. Dünya dəyişib, amma biz əvvəlkinin kopyasıyıqsa, bu anlamda sənin də durumun məni şəxsən o mənada narahat edir ki, bu söhbət Sumayədən getmir. Sumayə kimi müəllim olmaq istəyən bütün tələbələrə aiddir bu ki. Məsələn, müəllim necə müəllim olmaq lazımdır sualının cavabının kökündə bizə dərs keçən müəllimlərin obrazı dayanır. Dolayısıyla o zaman biz universitet təhsili, təlimlər, bu gəlir quru bilik halına çıxır. Mən bilirəm, onu bilirəm falan, amma mən necə müəlliməm? Mənə dərs keçən müəllimin prototipiyəm, yəni bir onun yamsılayan tərəfəm. O baxımdan bu ciddi narahat edən məqamdır. Mən bununla həm razılaşıram, həm də razılaşmıram. Çünki müəllim kimi onsuz da bizim öz düşüncələrimiz olmalıdır və yaxşını pisdən hər zaman ayıra bilməsək də çox mühüm hallarda bunları ayırmalıyıq. Və mən özümdən də müşahidə etdiyim və gəldiyim qənaətə əsasən, mən bayaqlarda qeyd elədiyim kimi, mən onlarda ən yaxşı metodları seçib özümdə cəmləşdirməyə çalışıram. Hansı ki, bunlar biz müəllimlik üzrə metodika dərsləri keçirik və bu metodika dərslərində bir çox metodlar öyrənirik. Və bu metodların sonunda bizim müəllimimiz bizdən belə bir tapşırıq icra eləməyimizi istəmişdi. Bu günə kimi sizə dərs keçmiş müəllimlərin metodlarını araşdırın və sizin üçün hansı metodlar daha uyğundur, onu qeyd edin. Mən hər zaman bunu araşdıranda gördüm ki, keçmişdə müəllimlərin hər birinin metodu yalnız bir metoddan istifadə olunubdur. Amma bizim də bildiyimiz kimi peşəkar müəllim dərs boyunca müxtəlif metodları özündə birləşdirərək müxtəlif metodlardan istifadə edə bilər. Və bu sinifin səviyyəsindən də asılıdır, bu sinifin dəyərlərindən də asılıdır. Yəni sinifdəki hər bir bildiyimiz kimi uşaq eyni olmadığına görə istifadə edəcəyimiz metod da hər bir sinif üçün eyni olmamalıdır. Biz keçmişdə də bunu görürdük ki, tutalım ki, bir test olur. Bu test bütün siniflər üzrə çap olunurdu. Amma biz gələcəkdə bunu öyrəndik ki, əslində bu belə olmamalı idi. Hər səviyyəyə, hər sinifdəki hər bir səviyyəyə uyğun testlər yaradılmalı və bu testlər üzrə uşaqların bilik və bacarıqları ölçülməlidir. Okey, aydın, çox sağ ol. Buyurun. Bu belə bir sual, məsələn, qrup yoldaşlarınızın, ola bilsin patoloq yoldaşlarınızın fərq eləmir.
məsələn praktika ilə bağlı qayğıları sadaladıqlarımızdan başqa, məsələn deyək ki, müəllimin yanaşması deyək ki, demotive edə bilir bizi, həvəsləndirməyə bilər. Uşaqların içərisində bizdən səhv tutan zaman biz həvəsdən düşürük. Başqa hansı qayğıları var? Məsələn, onlar bir çox bildiyimiz kimi tələbəmiz, praktikantlar auditoriya qarşısında çıxış etməkdən çəkinirlər, qorxurlar və bu zaman özlərində inamsızlıq olur. Bu da həmin dəqiqə istər-istəməz auditoriyaya yansıyır və bu zaman onlar dərs müddətini düzgün bölə bilmirlər. Məsələn, planladıqları kimi dərs getməyə bilər. Bunlar da onlarda həmin dəqiqə istər-istəməz dərsin gedişatında bəzi maneələr yarada bilər və bunlar istər-istəməz onları məyus edə bilər və artıq düşünə bilərlər ki, bəlkə də müəllim kimi mən yaxşı inkişaf etməmişəm, bəlkə də mənim biliklərim yetəri qədər deyil, ki, əslində bu belə deyil. Əlbəttə səhvlərimiz olmalıdır, əlbəttə bu praktikadır. Praktika olsa bunun üçün nəzərdə tutulubdur. Biz praktikada yanlışlar etməliyik, biz praktikada bir çox səhvlərlə qarşılaşmalıyıq, bir çox problemlərlə qarşılaşmalıyıq. Əsas odur ki, bir müəllim kimi gələcək dərslərdə bunun qarşısını necə ala bilərik? Hər bir dərs sonunda bu suallar, yaranmış sualları düşünmək lazımdır. Və həmçinin bəzən ola bilər ki, bayaqları siz də qeyd etdiniz, müdiriyyət tərəfinə yaxınlaşa bilmirlər, onlardan çəkinirlər, yaşlarını da göz önünə alanda bir məqamda əslində fikirlərinin dinlənilməyəcəyini düşünürlər və yaxud da ötəri cavablandırılacağına, baxılacağına fikirləşirlər və yaxud da istər-istəməz vaxtında qazanılan bilikləri nə qədər istəsələr də, nə qədər çalışsalar da dərs müddətində onu nümayiş etdirə bilmirlər və yaxud da ki, müəllimlərdən kömək istəyə bilmirlər, səhvlər olduqda, yanlışlıqlar olduqda, başa düşmədikləri məqam olduqda. Başqa vaxtı düzgün bölməyə bilərlər müəllim olaraq. Məsələn, tutalım ki, biz plan qurmağı öyrənirik müəllim olaraq və bu zaman onlar düzgün vaxt bölgüsü aparmaya bilərlər və bunu da biz öyrənmişik ki, müəyyən bir bizim hər zaman bu problemləri qabaqcadan proqnozlaşdırmamız və buna hazırlaşmalı olmalıyıq. Əgər burada belə praktika vaxtı belə yanlışlıqlar olursa, bu heç bir problem yoxdur əslində. Bunu düzəltmək üçün fikirləşilməli və bunun üstündə daha çox işlənilməlidir. Fikirləşirəm ki, çəkinirsən. Mənmi? Açıq şəkildə ifadə etməklə. Əslində biz gələndə orada tələbə yoldaşlarınız necə deyirdilər? Yəni hərəsi bir dərdini. İnanırsınız, heç bir dərdini danışmadı mənə və heç biri bu sahəyə yönəlmək belə istəmədi ki, mən onların fikrini soruşanda ağrımayan başımızı ağrıtmayaq, sakit qalaq, yəqin ki, məktəbin adını verməyəsən, müəllimlərin adını verməyəsən, mənə belə suallar yönləndilər. Mən də dedim ki, əlbəttə ki, təbii ki də orada heç bu sahəyə də toxunulmayacaq. Sadəcə üzləşdiyiniz problemlər mənə lazımdır. Onlar yenə də qeyd etmədilər, amma mən onlarla universitet ilə boyunca ünsiyyətdə olduğum üçün hansı problemlər olduğunu yaxşı bilirəm. Həmçinin onlarla birlikdə mənim özüm də o problemlərlə üzləşdiyim üçün məncə sizin belə bir podkast hazırlamağınız bir çox praktikanta, bir çox müəllimlik namizədinə yaxşı bir dəstək olacaq və onlar üçün çox gözəl yönləndirmə olacaq. O halda dəstək olur ki, məsələn, problemləri açıq şəkildə vurğulamaq olur. Məsələn, mən sizi başa düşürəm və qınamıram. Məsələn, problemlər açıq şəkildə vurğulanmayanda biz o məsələni müzakirə edə bilmirik. Nəticədə mənim də sizə köməyim dəymiş olmur. Başa düşürsünüz? Yəni okey, tamam, davam edək. Belə ümumiləşdirsək bura qədər məsələləri, sizin praktikada bir sıra problemlər yaşayırsınız. Bəli. O problemlərin bəziləri tələbələrin özü ilə əlaqəlidir. Bəli. Bəziləri də məktəblə əlaqəlidir. Bəli, həm daxili, həm də xarici faktorlar olur burada.
Məktəblə əlaqəli dediyim, məktəbin ab-havasından razı olmadığınız hallar varmı? Ki, ab-havası yaxşı deyil. Bir çox tələbə istər bizim universitet olsun, istər başqa universitetlərdə də əlaqəm oldu, rəfiqələrimdən bilirəm ki, məsələn, onların ən böyük problemi praktikant olaraq onlar üçün müəyyən bir otağın, müəyyən bir dincəlmək üçün sahənin ayrılmamasıdır. Və onlar Yəni özlərinə aid bir otağın. Bəli, özlərini bir necə deyirlər, olur biz tənəffüslər olur və yaxud da bizim boş dərslərimiz olur. O zaman yəni Mənim otağına buraxmırlar sizi. belə Yoxsa orada özü rahat hiss eləmirsiniz. Əslində böyük çoxunluğumuz orada özümüzü rahat hiss eləmirik. Həmçinin də bizə məsələn kitabxana tədris olunub onun üçün. Bizim müzakirəmizin məqsədi bilirsən nədir? Bax, Buyurun. məsələn, mən niyə bu sualı verirəm? Bu sualları verirəm və səndən cavab almağa çalışıram. Səbəb nədir? Burada daha məqsəd nədir? Məqsəd odur ki, biz təhsil insanları olaraq, icma olaraq, cəmiyyət olaraq hər kəsin bilməsini istəyirik ki, universitetdə müəllim olmaq istəyən tələbə, hansı ki müəllimliyi oxuyur və planlaşdırır ki, mən müəllim olacam. Təcrübəmiz göstərir ki, MİQ-dən keçən müəllim, sizin kimi gənc müəllim, gəlir MİQ-dən keçir, gedir məktəbə. Məktəbin ab-havası onu udur. Elə bir gülə kimisən, gülün dibinə gübrə də verə bilərsən, kislata da dökə bilərsən. Bəzi hallarda və bir çox hallarda o gülün dibinə kislata verirlər. Məktəbin ekosistemi o müəllimi udur, gənc müəllimi, və oxşadır özünə. Və mədəni dəyişiklik baş vermir. Deyir ki, yeni gələn müəllim arzu ilə, istəklə gəlir ki, mən gedəcəm orada uşaqlarla belə davranacam, belə dərs keçəcəm, belə dəyişiklik eləyəcəm, belə yenilik eləyəcəm. Gedir, məktəbin ab-havası onu tutur. O, deyək ki, oturuşmuş, deyək ki, bəzi müəllimlər deyir ki, sən dünənki uşaqsan, gəlmirsən, bugün kurikulumdan dərs keçməyə çalışsan, uşaqları başlar həmən adamı təzyiq eləməyə və oxşadılar özünə. O da çox təzyiqə məruz belə də tab gətirmir, belə əzmkar deyil və s. və s. və s. Və məktəbin ab-havası, ya məktəb direktoru, direktor müavini, müəllim fərq eləmir. Bu dediyim bütün müəllimlərə və bütün məktəblərə aid də deyil. Onu udur və onu məhv eləyir, oxşadır özünə. Sonra biz qatar gedəndən sonra daş atırıq arxasında ki, onu düzəldək. Bax, bu podkastı eləməkdə məqsəd, sizə sual verməkdə məqsəd də odur ki, həm məktəblərə, həm müəllimlərə o mesajı verək ki, bu gənc müəllimlər gəlir. Sıfır. Yəni, nə anlamda sıfır? Yəni, təzədir hələ. Bundan yaxşı müəllim yetişdirmək olar. Hələ o ekosistem, o mühit onu udub zəhərləməyib. Hələ ki, sağlamdır. Bu sağlam, yeni müəllim olmaq istəyən insanı, tələbəni, sağlam şəxsi biz həqiqətən praktika nəyi göstərir? O gənclər məktəbə gedəndə həqiqətən o arzu istəklərini qoruyub saxlamaq üçün mühit varmı? Yoxsa praktika siz tələbələrə nə göstərir? Göstərir ki, biz məktəbə getsək, məktəbə gedirsiniz, qorxursunuz, baxırsınız, müəllim olmaq istəməyənlər olur ki, biz söhbətlərimizdə bunu etiraf edəyəm. Xeyli insan var, mən bunu özümdən elə sual vermirəm də. Çox adam ki, praktikaya gedəndən sonra biz müəllim olmaq istəmirik. Sual çıxır da, bu bizim yaralı yerimizdir. Biz də bunu aydınlaşdırmaq istəyirik ki, niyə? Niyə biz universitetdən o təzə, həvəsli, hələ o, belə deyək də, o çirklənməmiş və s. və s. o ümidlərlə dolu və s. tələbə gəlir. Biz məktəb olaraq onu məhv eləyiriksə, sual çıxır, niyə? Bəlkə məktəbdəki ab-havanı mı dəyişək, məktəb rəhbərliyi bu işə bir rəhbərlik eləsin. Bəlkə o dəstəkləməsən, çox tələbə deyir ki, o yaşlı müəllimlər bizi incidir. Hər hansı bir forma. İncidir deyəndə, yəni ya uşaqların içərisində hansısa bir aşağılayır, ya motivasiya, ya bildiyini paylaşmır və ya çoxdur. Sual çıxır da, niyə? Bu sənin yerinə mi gəlir? Yox. Sadəcə praktikaya gəlir. Bu gedib imtahan verəcək, hara düşəcək bilinmir. Yəni bu uşağa dəstək vermək, o da bizim övladımızdır da. O da bu cəmiyyətin üzvüdür.
biz bunu belə inkişaf elətdirmək üçün yontalamaq əvəzinə niyə bunu kəsirik? Bax, məqsəd budur. Bu podkastın da məqsədi odur ki, biz o məktəblərə, təhsil ictimaiyyətə o mesajı ötürək ki, ay hörmətli məktəb müəllimləri, direktorları, məktəb mühitindən məsul olan şəxslər, yeni gələn tələbələr praktikaya gedəndə o qədər də xoşbəxt olmurlar. Daha acınacaqlı vəziyyətə düşürlər. Yəni və biz başından itiririk. Elə bil ki, biz oyuna 1-0 geridən başlayırıq. Sual çıxır da, bu niyə belə olur? Niyə biz belə eləyirik? Burada onu qeyd edə bilərəm ki, bəzən olur ki, bayaqlarda qeyd elədiyimiz kimi peşəmiz əlimizdən alınacaq, bizi və yaxud da belə bir əslində düşünsək, biz yeni kadrlarıq və biz ən son metodları öyrənmişik, ən son biz AI dövrünə də gəlib çıxmışıq. Evet. Biz internetin istifadəsidir, süni intellektdən istifadədir. Biz bunları onsuz da universitet mühitində biz bunları öyrənirik. Biz bunlarla daha çox bilik əldə edirik və onlar da düşünürlər ki, biz bu metodlardan istifadə etdikcə gələcəkdə şagirddə bir fikir yaranacaq. Bizim müəllimimiz bizə düzgün təhsili verə bilmir və yaxud da ki, metodlardan istifadə edə bilmir. Ən son yaranmış avadanlıqlarla bizə təhsil verilmir. Bu da onlarda bu fikrə gətirir ki, əslində gələcəkdə bizdən sonra, praktika dövründən sonra o uşaqların idarəsi üçün daha çox problem yaradır. Hə, yəni dediyini daha biraz da açıqlasam doğru mu anladım? Yəni siz gəlirsiniz, dərs keçirsiniz, daha biraz əyləncəli mi deyim, dinamik mi deyim, daha həvəsli filan. Siz gedəndən o da müəllim də narahat ki, siz gedəndən sonra uşaq desin ki, biz o dərslərdən istəyirik. Yəni o belə dinamik, nə bilim, o internetlə əlaqəli olan video resurslar, nələr də indi deyək ki. Bu da onlarda belə bir məsələn komfort zonadan çıxmaq. Bəli, şərait yaradır və bildiyimiz kimi bir çox müəllim bir metodu müxtəlif siniflərə gətirib o metodu Eyni cür dərs keçir. Bu belədir. Və onu dəyişmir və illərlə də bu dəyişmir və buna görə də başqa metodlar keçiləndə uşaqda müəyyən bir həvəs yaranandan sonra, artıq biz gedəndən sonra onlar müəllimə qarşı tələbkar olurlar, tələblər artır və müəllim bunu qarşılaya bilməyəndə təbii ki də istər-istəməz bizi günahlandırırlar. Sizin də səs-küy çıxmır. Dərdinizi heç kəsə demirsiniz ki, sonunda bal verəcəklər, falan eləyəcəklər. Sayənizdə artıq səsimizi eşitdirə bilirik. Okey, yaxşı. Bir şey də qeyd eləmək istəyirəm ki, siz dediniz ki, həvəsləri ölür falan. Bunun başlıca səbəbiyyəti müdiriyyətlə danışıq zamanı müdiriyyətin qoyduğu qadağalar da ola bilər. Məsələn, tutalım ki, sinifdə münaqişə zamanı heç nəyə qarışmayın, heç bir tələbəni günahlandırmayın, heç bir tələbənin səhvini bizim üzərimizə çıxarmayın. Onlar tutalım ki, yaxşı yerlərdəndirlər, sizə bir problem yarada bilərlər falan kimi bir çox məsələ olur. Yəni məktəb direktoru müəllimlərə belə təlimat. Bəli, yəni ki, nə edirlərsə etsinlər, nəzarətdə saxlayın, amma çox da üstünə getməyin kimi. Şagirdlər. Bəli. Bu da istər-istəməz şagirdin bayaqki hörmət məsələsinə gələndə şagirdin müəllimə yanaşması da dəyişir, müəllimin şagirdə yanaşması da dəyişir. Bunu da yenə bir tərcüman olun fikirlərinizə. Demək, doğru mu anladım? Ola bilsin, yanlış anladım, düzəliş edin. Demək, deyək ki, sinifdə 2 nəfər deyək ki, filan kəsin uşağı var. Məktəb direktoru müəllimə deyib ki, o uşaqların işin olmasın. Müəllim də o uşaqlarla o qədər də disiplin tələb edə bilmir və bu da sizin də o prosesdə yansıyır və görürsünüz ki, həmən uşaqların qismində müəllimə hörmət zədələnmiş olur. Bəli. Həmən uşaqlar müəllimi deyək ki, saymaya bilərlər, eyni şey sizə də yansıyır və siz də sorğuluyursunuz ki, tamam, sabah gəlib mən də müəllim işləsəm, mənə də bu qadağalar qoyula bilər. Biz prosesin içərisindəyik, o ayrı bir şey. Amma sizin gözünüzdən o məktəbdə baş verənlər, olan bitənə baxmaq, bu başqa bir pəncərədən baxışdır. Və bəzən
qərar vericilər üçün, universitetlər üçün, məktəblər üçün, məktəb direktorları üçün sizin baxışınız da bir mesaj vermiş olur. O baxımdan məsələ bu podkastda məqsəd ki, bir tələbəni cəsarətli, çox sağ olun ki, dəvətimizi qəbul edib gəlmisiniz. Bu özü bir cəsarətli addımdır ki, yəni buradakı o narahatlığınızı siz çox politik, çox üslubunca belə deməyə çalışırsınız. Amma yəni siz desəz də deməsəz də hər kəs bilir ki, aşağı-yuxarı problemlərimiz nələrdir. Sadəcə tələbənin perspektivindən baxanda məsələni daha biraz aydın şəkildə görmüş oluruq. O baxımdan belə. Çox sağ ol Sumayə. Çox sağ ol, təşəkkür edirəm. Ümid edirəm ki, praktikanın necə keçməsindən asılı olmayaraq, müəllimliklə bağlı olan həvəsin, istəyin, o enerjin, potensialın inşallah reallaşar və orta məktəbdə MİQ imtahanından keçib orta məktəblərin birində müəllim kimi fəaliyyət göstərərsən. Bunu arzuluyuruq sənə. Çox təşəkkür edirəm. Və hər nə olursa olsun, bəzi bacarıqlar var ki, o bacarıqlar həyati bacarıqlardır, təməl bacarıqlardır. Peşəkar inkişafda davamlılıq, hər nə olur olsun, hansı işdə olursa olun, davamlılıq çox önəmlidir. Məsuliyyətli və s. indi bunlar bir sıra bacarıqlar var ki, onu bir yumşaq bacarıqlar da deyə bilərik, soft skills. Onları özünüzə formalaşdırın və sizə o enerjini, o müəllimlik istəyini itirməməyi arzu edirəm. Çətindir və məktəblərdən o gözləntini qoymayın ki, sənin timsalında bütün tələbələrə buradan bildirirəm ki, o gözlənti olmasın ki, mən məktəbə gedəcəm və hər kəs qucaq açıb məni belə qarşılayacaq, güllə çiçəklə mənə dəstək olacaq. Təəssüf ki, məktəblərimizin mühiti belə deyil. Yaxşı məktəblərimiz var, yaxşı müəllimlərimiz var. Bu ayrı bir məsələ. Bu müzakirə olunmur. Amma ümumən məktəb mühiti yeni gələn müəllimi götürüb onun nəzəri biliklərindən və daha təcrübəli müəllimin təcrübəsi, praktikasını birləşdirib bir yerdə onların işini təmin eləsin, mentorluq və s. Oradakı nəzəri biliklərin təcrübədə tətbiqi, istifadəsi, müzakirəsi bu kimi şeyləri eləmir və nəticədə həmən gənc müəllimlər də gənc olmağına baxmayaraq artıq qocalmış olurlar. O enerji də ölmüş olur və nəticədə o komfort zonadan çıxmayan orduya bir üzv daha əlavə olunmuş olur. Çətindir şəxs olaraq bununla mübarizə aparmaq, özünü saxlamaq. Çox çətindir, sizə onu arzu edirəm. Ümid edirəm ki, inşallah davamlı şəkildə bunu özünüzdə saxlaya bilərsiniz. Minnətdar. Gözəl sözləriniz üçün çox təşəkkür edirəm. Arzularınız, diləkləriniz qəlbimə toxundu, həqiqətən minnətdaram. Mən ilk öncə sizə və sizin komandanıza da təşəkkür etmək istəyirəm. Bizim səsimizi dinləmək istədiniz. Mənim nəzdimdə bir çox tələbənin, bir çox praktikantın problemlərinə dəstək oldunuz və onları əslində bir çox insanın qarşısına çıxarmağımıza kömək etdiniz. Çox təşəkkür edirəm dərdimizi dinlədiyiniz üçün. Buyurun, xoşdur, uğurlar. Çox sağ olun. Belə hörmətli müəllimlər, hörmətli izləyicilər, bugünkü qonağımız Azərbaycan Dillər Universitetinin 4-cü kurs tələbəsi Sumayə Əskərli idi və biz praktika və praktikada yaşanan macəralara qısa bir baxış eləmiş olduq. Sağ olun, növbəti dərs dinləmədə görüşərik.